Tanısan sən? Mən xeyr. Elədir. 1990 yanvar ayının 7-sində SSR Müdafiə Sakit olun, sakit. və Daxili İşlər Nazirliyinin nizami qonşu hissələri Bakıya doğru gedən bütün əsas magistrallar boyu hərəkətə başladılar. Eyni vaxtda da Bakıdakı bütün hərbi obyektlərdən piyadaların müşayiəti ilə zirehli texnika əlyalın dinc əhalinin üzərinə irəliləməyə başladılar. İmperiya 70 ildən sonra öz murdar sifətini bir daha Azərbaycan xalqına göstərdi. O gecə Bakı qan içində boğulurdu. 70 il əvvəl olduğu kimi Azərbaycan yenə də faciəyə düçar edildi. 171 nəfər həlak oldu, 700 nəfər xəsarət aldı və yaralandı. 33 nəfər isə itkin düşdü. 20 yanvar gecəsi Bakı küçələri uşaqların, cavanların, qocaların qanına boyandı. Dinc və əlyalın əhali pulemyotlardan, avtomatlardan atəşə tutuldu. Tankların altına salındı. Süngü bıçaqlardan keçirildi. Azərbaycanın kənd və şəhərlərində neçə igid oğlanlar həbs olundu. İşsiz tozsuz yox edildi. Bunlar həm də şənlə nəğmələr qoşduğumuz, sülhün dayağı adlandırdığımız, əmin-amanlığın təminatçı imperiya etdiyimiz SSR-i və onun əməlləri tək qara gün min lənətlənir ki, Azərbaycan o vaxtı rəhbəri imperiyanın bu cinayətlərinin təşkilatçısı və iştirakçısı oldular. 20 yanvar faciəsini törətməklə Qarabağ başda olmaqla imperiya rəhbərliyi Azərbaycan xalqının milli azadlıq hərəkatını boğmaq, dağılmaqda olan imperiyanı xilas etmək istəyirdi. Bu misilsiz qanlı təcavüz xalqımıza qarşı Sovet imperiyasının törətmiş olduğu saysız cinayətlərin zirvəsi oldu. Artıq 25 il ötdü 20 yanvar faciəsində. Bütün xalq kimi bu gün biz hamımız o ağır faciəni xatırladıq. O deməkdir ki, azadlıq və müstəqillik Azərbaycan üçün hər şeydən əzizdir. Ümumimilli liderimiz Heydər Əliyevin ürək yanğısı ilə dediyi kimi, 20 yanvar faciəsində insanlar qırıldı. Aydındır ki, bu Sovet ordusunun Komünist Partiyası rəhbərliyinin Azərbaycan xalqına qarşı etdiyi təcavüzdür. Bu təcavüz nəticəsində xalqımız qurbanlar vermişdir. Amma xalq həmişə azadlıq uğrunda mübarizə apararkən qurbanlar vermişdir. Keçmişdə də belə olmuşdur, bugün də belədir, gələcəkdə də belə olacaqdır. Hər bir şəhid bizdən ötürü böyük bir itkidir. Onun xatirəsi bizim üçün əzizdir, qəlbimizdə daim yaşayacaqdır. Mənə elə gəlir ki, dahi liderimiz Heydər Əliyevin bu sözləri hamının ürəyindən xəbər verir. Bu faciəni unutmaq olmaz. Unutsaq azadlığımız, müstəqilliyimiz üstün gəldiyini bilmərik. Dünyada isə azadlıqdan, müstəqillikdən şirin şey yoxdur. 20 yanvar təkcə hüzn faciə günü kimi qiymətləndirmək olmaz. Bu hadisə xalqımızın müstəqillik, azadlıq, demokratiya, ərazi bütövlüyü, təntənəsi kimi qiymətləndirilməlidir. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 yanvar faciəsi Mixail Qarbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının həm də mübarizliyinin, əyilməzliyini, məğrurluğunu nümayiş etdirirdi. 1990-cı il 20 yanvarda keçirilmiş Sovet dövlətinin marşının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər, insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifələr olaraq qalacaqdır. Ələlvan çiçəklər, qırmızı lentlər, burada bəzəyibdi cansız daşları, burada cərgələni bərgən igidlər, yatır bu millətin qan qardaşları. Hər məzər baş daşı bir ünvan verir, hər mərmər baş daşı alboma dönüb. Baxıram, yaram qan verir, gör neçə ocaqlar sönüb. Dağ boyda qüdrəti olan igidlər, necə də yığışıb bir dar məzara. Hünəri tarixdə qalan igidlər, yetməyib bugünkü xoş arzulara. Hər elin obanın məzaristanı, şəhid qəbirləri ilə məbədlənibdir. Neçə anaların ümid gümanı, üç çevirib bu məbədə gəlibdir. Bax, bu da bir elin məzaristanı, bu da cərgələnən igid şəhidlər. Mən deyim onları sən bir tanı, gör nələr söyləmir bu xatirələr. Qayıtdı Yasifin nişan üzüyü, bağlı boğçadadır o vaxtdan bəri.
bax budur dərdim böyüyü. Qurumur o vaxtdan ana gözləri. Şəhid cərgəsinin başında durub, od içində qalan polis ziyafət. Görən hansı qızdı boynunu vurub, hansı ürəkdə sustu məhəbbət. Aylar, illər keçir bu müşkül sal, bir düyünə dönüb açılmır hələ. Bəlkə açılsaydı bu şirin xəyal, təsəlli olardı böyük bir evə. Bu da Çınar boylu, nər eldənizdir. Arşın oğlu dirək soy kökündəndir. Dağ kənli xan ər eldənizdir. Polad ürək bilək soy kökündəndir. Taleyi qaralı kapitan Cəfər, qaldı tarixlərdə adın, hünərin. Olmadı nə anan, nə atan Cəfər, can deyə bağladı səni ellərin. Boran qarda qalan yaralı ziya, ellər söhbət açır cəsarətindən. Cəsədi elindən aralı ziya, atan da köç etdi bu firqətindən. Ay böyük amallı balaca qulam, neçə tanklar yıxdı qrantamyotun. Adın çəkildikcə el deyir balam, oyanın təzədən nişancaq tutun. Bax bu da Firudin, qələm qaş oğlan. Vətənə canını qurban elədi. Döşünə sıxdığı avtomatıyla düşmənin bağına alqan elədi. Bu da Nur Töhrəli elçinin qəbri. Budur görüşünə gəlib bir gəlin. Necə böyük imiş qəzanın cəbri. Ayırdı sevgidən sevginin əlin. Ki məzar yeri boş qalıb burada. Kaş güman gülləri ləçəklənəydi. Müjdəçi gələydi bir gün buyur da, hicranlı könüllər çiçəklənəydi. İtkin rəşadət, itkin mehdimiz. Qayıdıb gələydi doğma vətənə. Tanrıya xoş gələn kaş ki əhdimiz, şükürlər edəydik biz dönə-dönə. Bu da Məhərrəmin bəzənmiş qəbri, oğul qız əli ilə bəzədilibdir. Bu dərdə dözməyib atanın səbri, axirət evinə o da gəlib. Bax bu da Rəsul, bu da son şəhid. Bu da 12-ci sayımın sonu. Cəsus əməlləri vurdu bir kilit. Metroda partlayış apardı onu. Yenə bir-bir baxıb vidalaşıram. Ziyarət edirəm bu qəbirləri. Qəlbi dərdli-dərdli uzaqlaşıram. Hələ gəzməliyəm neçə illəri. Ölkədə elə bir el oba yoxdur. Orada şəhid qəbri olmaya Allah. Sənin hər qüdrətin, kərəmin çoxdur. Elə ehtər günlər solmaya Allah. Saç yolub üz cızıb saxlamayası, ağlama, ağlama şəhid anası, geyini bəyninə qara libası, ağlama, ağlama şəhid anası, müqəddəs torpağa üz qoyub oğlun, vətən savaşında iz qoyub oğlun, bilirəm sinənə köz qoyub oğlun, ağlama, ağlama şəhid anası. Vətən hamınındır, aranlı dağlı. Oğul böyütmüsən, torpağa bağlı. Çoxdur sənin kimi sinəsi dağlı. Ağlama, ağlama şəhid anası. Doğma vətən üçün gərək yanasan. Vətəni hər şeydən üstün sanasan. Vətən də anadır, sən də anasan. Ağlama, ağlama şəhid anası. Hər oğlan göstərdi sədaqətini, qazandı bu xalqın məhəbbətini. Eşid ahılların nəsiyyətini, ağlama, ağlama şəhid anası. İnşallah ədalət zəfər salacaq, ərənlər düşməndən qisas alacaq. Şəhidlərin ruhu rahat olacaq, ağlama, ağlama şəhid anası. El yığılıb səcdəsinə gəlibdi. Dinə bilmir daşa dönüb igidlər. Dünən sevinci idi, bugün gözlərdə qurunmayan yaşa dönüb igidlər. Bir sütəmi tarix zaman deyəcək. Elə bu hünərlə özünü öyəcək. Elə sanırıq ki, yenə gələcək. Biz köçəri quşa dönüb igidlər. Ziyafətim ildırım tək çaxardı, qulam baxışından alov yağardı. El, dəniz, məhərrəm dağlar yıxardı, bir xəyala quşa dönüb igidlər. Yasif, Firudinə, Ziya, Mehdiyə, ağlarıq elçinə nərdeyə deyə, rəşadət hünəri yetdi mətliyə, qoşa gedib, qoşa dönüb igidlər. Yaddan çıxmayıbsınız, ay Rəşid Cəfər, qəzaydı siz gedən ağır səfər. Sərraf şuriyəyəm, qəlbimdə qəhər, sanıram keçmişə dönüb igidlər.
Talayır, dağıdır, çapır vədəsiz, tor qurur insanın ömür yoluna, ölüm kəməndini atır vədəsiz. Budur məzarstan, budur məzarlar, tarixdir bu şəhid igid oğlanlar. Ülkəm almayıbdır dünyadan bunlar, torpağın qatına batır vədəsiz. Ziyafət Yasiflə düşünür burada, Ziyanın məzarı hardadır, harda? Rəşadət Mehdi ilə qalıbdı darda, zaman qollarını çatır vədəsiz. Furiddin Qulamla bax qoşa durub, Eldəniz Elçinlə baş-başa durub, Cəfər Əcəl ilə yarışa durub, nakamdır torpaqda yatır vədəsiz. Məhərrəm olubdur dillər əzbəri, nə məsumdur ərlərin nəzəri, solubdur Rəsulun qönçə gülləri, ölüm yaxşıları tapır vədəsiz. Qönçə salanlarım, sizə layla çəkən birəm. Kəfəli qan olanlarım, sizə layla çəkən birəm. Siz yoxsunuz deyən birəm. Qan qundaqlı qardaşlarım, həmdəmlərim, sirdaşlarım, ey təsəlli başdaşlarım, sizə layla çəkən birəm. Siz yoxsunuz deyən birəm. Oğul gəzən, gözlərə bax, bükülüb bel, solub dodaq. Eyrif səfib sönən çıraq, sizə layla çəkən birəm, siz yoxsunuz deyən birəm. Bəy xonçası görməyənlər, sevgi saçı hörməyənlər, bağ becərib dərməyənlər, sizə layla çəkən birəm, siz yoxsunuz deyən birəm. Ey Yasifim, ziyafətim, məhərrəmim, güc qüdrətim, Firuddinim, rəşadətim, sizə layla çəkənmirəm, siz yoxsunuz deyənmirəm. Eldənizin bir pür hünər, Qulam Elçin əroğlayar, Mehdi, Ziya, Rəsul Cəfər, sizə layla çəkənmirəm, siz yoxsunuz deyənmirəm. Üzü gülüb olmasın ikən, nakam qoydu sizi düşmən. Qaçqın, rəşad eşən, sizə layla çəkənmirəm, siz yoxsunuz deyənmirəm. Tükənməz ağ ünlərim, yada düşübdür günlərim, qəriflərim, itkinlərim, sizə layla çəkənmirəm, siz yoxsunuz deyənmirəm. Yine mulayim adamı təsvir. Ol deyib mən sinəmi dağlaram, ağ başıma qara yaylıq bağlaram, ağlayanda gizlin ağlaram, düşmən mənim göz yaşımı görməsin, mən anayam, səsim düşsün hər yana, bəlkə yatmış kör vicdanlar o yana, ya Rəbb batsın qan tökənə o qana, xain düşmən burada dövran sürməsin. Yer götürməz qəlbimdəki hüzünü, yamanların yaman gördük üzünü, qoy saxlasın insanların düzünü, yamanına Allah meydan verməsin. Yoxdur heç kimin sözü. Şəhla müəllimə təşəkkür edirəm. Çox sağ olsun, var olsun, bütün şagirdlər sağ olsun. Çox təəssüf edirəm, kənd cəmaatı az gəlibdir. Yəqin çoxunun məlumatı yoxdur, indi səhərə fikirləşiblər. Bura səcdəgahdır, bura qibləgahdır, bura müqəddəs yerdir. Bizim borcumuz onları daimi qəlbimizdə yaşatmaqdır. Allah onlara rəhmət eləsin, şəhid ailələrinin hamısına Allah səbir versin. İndən sonra xalqımız bir də şəhid cənazəsi qarşılamasın. Millətimiz sağ olsun.